Amma əgər keçən il bu vaxtı mən indiki ağlımda olsaydım, sosial işi seçməzdim. Sən əgər tarixə qəbul olsun, sonra hüquqa perevod edə bilərsən. Sosial işçilər problemsiz insanla işləyə bilmir. Yəni sosial işin iş imkanları digər peşələrə nisbətən daha çoxdur. Sosial iş haqqında o qədər də çox məlumat yoxdur. İlk olaraq onu deyim ki, mən Bakı Dövlət Universitetinin sosial iş ixtisasında oxuyuram. Tədrisim ingilis dilindədir və həqiqətən də 590 bal toplamışdım. İndi isə lap əvvələ gedək. Necə sosial iş ixtisasını seçmək qərarına gəlmişdim. Əslində 3-cü qrupa, yəni imtahan vermək üçün səbəbim sosial iş deyildi. Hətta sosial işin nə olduğunu bilmirdim. Həqiqətən sosial işin nə olduğunu bilmirdim və belə bir ixtisasın var olduğunu belə bilmirdim 10-cu sinifdə falan. Əslində hüququ istəyirdim. Məncə 95% 3-cü qrup abituriyentlərin istədiyi şey budur və 3-cü qrupu seçməyin məqsədi də hüquqa daxil olmaq istəyirdim. İstədiyimi düşünürdüm və daha sonra nəysə belə vaxt keçdi falan. Mən də başladım digər ixtisasları da araşdırmağa. Yəni bir B planı kimi. Politologiya var idi, tarix var idi, dövlət və ictimai münasibətlər var idi və 11-ci sinifin əvvəllərində bu sosial iş mövzusu, ixtisası biraz aktual olmağa başlamışdı və atam da mənə dedi ki, Nigar, sosial iş, yəni tərifləyirlər o ixtisası, yəni deyirlər, nə bilim, yaxşı ixtisasdır falan, sən də get araşdır, bəlkə yazarsan. Mən də yəni belə sosial işin səslənməyini sevmirdim, yəni belə heç də adına xoşum gəlmirdi. Nəysə, mən də getdim, araşdırdım, amma nəsə sosial iş haqqında o qədər də çox məlumat yoxdur. Yəni düzdür, başa düşürəm, yeni ixtisasdır, 2005-ci ildə yaranıb və ilk olaraq tədris Bakı Dövlət Universitetində olub, magistr pilləsi üzrə. Amma həqiqətən çox az məlumat var idi və mən oxuyuram, mənə çatmırdı bu mahiyyəti nədir, sosial işçilər harda işləyə bilər dəqiq olaraq falan, onu bilmirdim. Və yəqin ki, siz də bilmirsiniz, çünki həqiqətən çox az məlumat var və bu gün sizə sosial işin nə olduğunu izah eləyəcəm. Çox asan bir şəkildə. Sosial iş haqqında o qədər çox şey bilirəm ki, bilmirəm necə qısaldım. Sosial iş elə sizin ağlınızdan keçirdiyiniz kimi sadəcə kömək məqsədli bir peşədir. Yəni ehtiyacı olanlara, köməyə ehtiyacı olan, dəstəyə ehtiyacı olanlara kömək məqsədli. Sadəcə yəni bizim əsas məqsədimiz insanlara kömək etməkdir, bəli. Amma təkcə bu da deyil. Yəni sadəcə bu olsaydı belə bir ixtisas yaranmazdı məncə. Və sosial işin, sosial işçilərin əsas məqsədi insanların, cəmiyyətin rifahını yüksəltməkdir, onların həyat keyfiyyətini artırmaqdır, sağlamlıqlarını qorumaqdır, onların hüquqlarını qorumaqdır, bərabərliklərini qorumaqdır. Yəni bütün insanlar bərabərdir, onların bərabər hüquqları olmalıdır. Bunları yəni qorumaq lazımdır. Çünki hər kəs öz hüquqlarını qoruya bilmir, hər kəs öz hüquqları üçün danışa bilmir. Və bununla da gördüyünüz kimi, yəni problemli insanlar hər yerdə var. Problemsiz insan yoxdur da. Problemsiz insan olmadığına görə də sosial işçilər demək olar ki, hər yerdə, bütün sahələrdə iş tapa bilərlər. Yəni sosial işin iş imkanları digər peşələrə nisbətən daha çoxdur. Yəni bəziləri soruşurdu ki, yəni sosial işi bitirib iş tapmaq olarmı? Digər peşələrdən daha çox sizin iş tapmaq şansınız var və hökmən o deyil ki, sosial işi bitirib sosial işçi olasınız. Yəni digər sahələrdə də təbii ki, işləyə bilərsiniz. Ümumiyyətlə bunu aydınlaşdırmaq istəyirəm ki, indi elə bir zəmanədə yaşayırıq ki, sizin nə oxuduğunuz, harda təhsil aldığınızın fərqi yoxdur. Siz çox fərqli bir sahədə, peşədə işləyə bilərsiniz də, yəni sizin ixtisasınızdan asılı olmayaraq. Yəni o qədər çox fərqli peşələri bitirib, ixtisasları bitirib çox fərqli yerlərdə işləyən görmüşük də. Yəni o hökmən deyir ki, siz sosial işi bitirmisiniz və hökmən sosial işçi kimi işləməlisiniz, dövlət qurumlarında insanlara kömək eləməlisiniz. Yəni belə bir şey yoxdur. Yəni əgər sırf bunu düşünürsünüzsə, ümumiyyətlə müəllimliyi bitirib hər kəs müəllim olmur ki, ya da nə bilim həkimliyi bitirib hər kəs həkim olmur ki. Orada bir dənə şey var idi. Deyirdi, həkimliyi 6 il oxudu, sonra getdi DJ oldu. Daha sonra hüquq bitirib, sonra gedib bankda işləyib, bank müdiri olub. Yəni belə şeylər çox görmüşük də. Yəni bu sizin beyninizi ya da necə deyim, dünya görüşünüzü limitləməsin. Siz harda istəyirsiniz, orada da işləyə bilərsiniz. Sadəcə biraz təcrübəniz lazımdır. O təcrübəni də bütün təlimlər falan olur ki, onlardan qazana bilərsiniz. Çünki yəni həqiqətən o qədər çox insan var ki, həmin ixtisası bitirib, amma o ixtisas haqqında çox da bir şey bilmir də. Amma bəzən elə insanlar qabağımıza çıxır ki, həmin o ixtisası bitirmir, amma o peşə haqqında çox şey bilir, çox təcrübəsi var, bəlkə həyat təcrübəsi var. Yəni belə.
Yəni bu fikirdən daşının da, yəni siz harda oxuyursunuz fərqi yox, hüquq oxuyursunuz, hüquqşünas olmaq məcburiyyətində deyilsiniz, müəllim oxuyursunuz, müəllim olmaq məcburiyyətində deyilsiniz. Hər yerdə iş tapa bilərsiniz. Çünki indi müəllim də olmaq çox çətindir. MEQ imtahanını verirlər. Nə qədər yüksək bal toplasalar da vakant yerlər yoxdur və iş tapa bilmirlər. İş tapsalar da hardasa qıraq-bucaqda, regionlarda iş tapırlar. Yəni paytaxtda iş tapmaq demək olar ki, mümkünsüzdür və regionlarda da maaş çox azdır deyə heç kəsi qane eləmir. Yəni indiki dövrdə müəllim olmaq da heç kəs istəmir. Yəqin ki, bunları bilirsiniz. Amma yenə də özünüz bilərsiniz. Yəni mən sadəcə demək istəyirəm ki, ixtisas sizin gələcəyinizi müəyyənləşdirmir. İndi isə onu deyim ki, niyə sosial işçilər hər yerdə iş tapa bilərlər? Çünki təsəvvür edin, sosial işçilər uşaqlardan tutmuş qocalara qədər bütün təbəqələrlə işləyə bilərlər. Daha sonra boşanmış ailələrlə, boşanmaq üzrə olan ailələrlə, ya da evli cütlüklərlə, ya da evlənməkdə olan cütlüklərlə işləyirlər. Daha sonra evsizlərlə, işsizlərlə, hətta həbsdən çıxmış, həbsdə olan şəxslərlə işləyə bilərlər. Narkotik istifadəçiləri ilə, reabilitasiya mərkəzlərində olanlarla, əlilliyi olanlar, fiziki əlilliyi və ruhi xəstələrlə işləyə bilərsiniz. Yəni işləyə bilərsiniz, o demək deyil məcbur onlarla işləməlisiniz. Sadəcə o qədər çox insan növü var. Sonra ağır travma yaşamış uşaqlarla, ailələrlə, ümumiyyətlə insanlarla, individuallarla və bunun kimi dəstəyə ehtiyacı olan şəxslərlə və onu da bilin ki, sosial işçilər problemsiz insanla işləyə bilmir. Yəni problemsiz insanın heç kəsə ehtiyacı yoxdur, nəinki sosial işçiyə. Yəni ona görə qabağınıza problemsiz və çox super perfect biri çıxmayacaq. Yəni onu da bilin ki, insanın problemi yoxdursa, sosial işin də bir mənası yoxdur. Və bayaq saydıqlarımdan bəziləriniz təlaşa düşə bilər. Çünki həbsdə olan şəxslərlə demişdim, işləyəcəksiniz. Daha sonra narkotik istifadəçiləri ilə işləyə bilərsiniz. Əslində bundan daha da çox təhlükəli təbəqələr var. Sadəcə indi yadıma düşmür. Nəysə, bunlarla işləyə bilərsiniz, amma həyatınız heç bir şəkildə təhlükəyə düşməyəcək. Çünki çox vaxt həmin insanlar, yəni sizin bir növdə klientlər, bu saydığım təbəqədəki insanlar bizim klientlərimiz kimi gedir. Bu klientlər bizə məhkəmə tərəfindən yönləndirilir. Çox vaxt elə olur və sosial işçilər qərar verir ki, həmin klientin, yəni məhkəmə tərəfindən mənə yönləndirilən şəxsin həqiqətən də köməyə ehtiyacı var, dəstəyə ehtiyacı var ya yox və əgər dəstəyə, köməyə ehtiyacı varsa, necə kimi bir köməyə ehtiyacı var? Məsələn, əgər ruhi xəstədirsə, bunun psixiatr ehtiyacı var ya da əgər əlilliyi varsa, bunun reabilitasiya mərkəzlərində işləyən sosial işçilərə ya da oradakı ekspertlərə ehtiyacı var. Hətta bəzən elə insanlar olur ki, həmin insanla bir, iki professional ya da sosial işçi yox, bir neçə qrup insan işləyir. Çünki həqiqətən də onların problemləri çox olur və ona görə də onların problemlərini həll etmək üçün fərqli-fərqli backgroundlardan olan professionallar lazımdır. Amma təbii ki də sosial işçilərin hamısı eyni işi görmür də. Yəni belə üzbəüz oturub individualla, yəni hamısı belə işlər görmür. Düzdür, sosial işin elə bir növü odur. Yəni 3 növü var praktikada: mikro, mezo, makro növləri var. Mikro sosial işçilər sadəcə fərdlərlə işləyir. Məsələn, uşaqlarla işləyirsən. Bir uşaq və bir sosial işçi qarşı-qarşıya söhbət edirlər və sosial işçi uşağın problemini həll etməyə çalışır. Uşaq olmasın, digər məsələn bir valideyn olsun ya da bir adult ya da qoca bir şəxs olsun. Daha sonra qoca deməyim, axıl deyim. Qoca biraz pis çıxır. Daha sonra mezo sosial işçilər. Mezo sosial işçilər qruplarla, ailələrlə işləyir. Bu biraz daha nisbətən çətin sosial işin növüdür. Çünki təsəvvür edin, qrup sessiyalarında oturmusunuz və hər kəsin fərqli fikirləri var bir-birləri üçün və özləri üçün də. Yəni hər kəsin, hər bir şəxsin öz fərqli fikirləri var digərlərindən və belə fərqli fikirləri olan şəxslərlə bir mövzu əsasında çalışmaq çox çətindir. Məsələn, bəziləri razıdır, bəziləri yox. Ona görə də sosial işlərin əsas məqsədi o balansı yaratmaqdır o qrupda. Əsasən ailələrlə işləmək daha çox çətin olur. Çünki ailələrlə işləyəndə hər kəs bir-birinin sirrin bilmək istəyir. Çünki ailədir nə qədər olursa olsun. Yəni biraz çətindir. Və var makro sosial işçilər. Makro sosial işçilər bizim əslində heç sosial iş dedikdə yadımıza düşməyən sosial işçilərdir. Həmin sosial işçilər əsasən
hüquqların qorunması, ümumiyyətlə mikrososial işçilik, mikro-mezo fərdlərlə işləyir, amma mezososial işçilər isə cəmiyyətdəki problemləri həll etməyə çalışırlar. Yəni mikro-mezososial işçilər sadəcə bir neçə qrup insanın problemini həll edir. Makrososial işçilər isə milyonlarla insanın problemlərini həll edir. Yəni cəmiyyətdə olan qlobal problemlər milyonlarla insanı əhatə elədiyinə görə makrososial işçilərin əsas məqsədi də həmin o problemi həll etməkdir cəmiyyət arasında. Yəni sırf bir insanın problemin yox. Makrososial işçilər siyasətin təbliği, icma təşkilatçılığı, qeyri-kommersiya idarə etməsi və proqramların hazırlanması vasitəsilə geniş miqyaslı məsələləri həll edirlər. Fərdləri, baxın burada da dediyim kimi, fərdləri müalicə etmək əvəzinə onlar bütün icmaları yaxşılaşdırmaq üçün sosial problemlərin köklü səbəblərini həll edirlər. Makropraktika sosial işçilərin əsas funksiyalarına bunlar daxildir. Siyasət və qanunvericilik təbliğatı, yəni qanunvericiliyin araşdırılması və həssas əhalinin qoruyan qanunların qəbul edilməsi üçün petisiyanın hazırlanması, ədalət proqramının idarə edilməsi və dizaynı, qeyri-kommersiya təşkilatları, dövlət qurumları və səhiyyə sistemləri daxilində geniş miqyaslı sosial xidmət proqramlarının yaradılması, maliyyələşdirilməsi və qiymətləndirilməsi, tədqiqat və məlumatların təhlili, sistemli problemləri müəyyən etmək və struktur həlləri tövsiyə etmək üçün yoxsulluq, ictimai sağlamlıq və ya mənzillə bağlı sosioloji tədqiqatların aparılması. Düz demişdim bunu. Yəni bu kimi daha geniş miqyaslı işlər görən sosial işçilər makrososial işçilər adlanır və onlar fərdlərlə üzbəyüz individual olaraq yox, onlar bir-birləri ilə işləyirlər ki, cəmiyyətdəki problemləri həll eləsinlər. Bəs yaxşı, bildiyi sosial iş nədir? Bəs bu sosial işçilər harda işləyə bilər? Əgər həqiqətən də öz peşələri üzrə işləmək istəyirlərsə, təbii ki də sosial işçilər digər peşələrdəki işçilər kimi onlar da həm dövlət, həm də qeyri-dövlət təşkilatlarında işləyə bilərlər. Məsələn, əgər dövlətdə işləsələr, dövlət sosial xidmət mərkəzlərində, məsələn, DOST agentliyi var, Bakıda da var, Naxçıvanda da var. Daha bilmirəm hansıda regionda da var. Orada işləyə bilərlər. Sonra asan xidmətdə işləyə bilərlər. Uşaq evləri, internatlar və ahıllar üçün pansionatlarda işləyə bilərlər. Reabilitasiya mərkəzlərində işləyə bilərlər. Həbsxanalarda işləyə bilərlər. Daha sonra məktəblərdə işləyə bilərlər. Xəstəxanalarda işləyə bilərlər. Və beynəlxalq humanitar təşkilatlarda, qeyri-hökumət təşkilatlarında da işləyə bilərlər. Bu non-governmental organization sayılır. Və təbii ki də sosial işçilərin sahələri də var ki, onlar harda işləyə bilərlər. Məsələn, xəstəxanada işləyənlər, səhiyyə sosial işçiləri, kliniki sosial işçilər də var, hərbi sosial işçilər var, məktəb sosial işçilər var. Məsələn, məktəbdə indi bilmirəm bizdə məsələn yox idi, məktəbdə sosial işçilər olur. Xaricdə, məsələn, Amerikan filmlərində, seriallarında yəqin ki görmüsünüz. Məsələn, bir uşaq özünü yaxşı aparmayıb dərsdə və maneəçilik törədib öz sinif yoldaşlarına, həmən uşağı çox vaxt sosial işçiyə yönləndirirlər. Təbii ki də bir dəfə olanda yox, bir neçə dəfə olanda, neçə həftələrlə, aylarla belə bir şey davam edəndə, belə bir hərəkət, onda sosial işçiyə göndərirlər. Hansı ki o da məktəblərdə çalışır və ayrı kabineti olur çox vaxt ki, içəridə, yəni başqa heç kəs olmasın ki, sadəcə bir nəfər həmən uşağı qulaq asa bilsin. Çünki məsələn, yəni təsəvvür eləyin də sizin yanınızda kimsə var və siz öz problemlərinizdən təbii olaraq danışmaq istəməzsiniz də, yəni ekspertdən başqa. O heç kəs istəməz. Ona görə də ayrı kabinetlərdə otururlar və başlayırlar çox vaxt sual verməyə. Əslində sual verməzdən əvvəl ilk öncə tanış olurlar bir-birləri ilə, məsələn, necəsən falan. Çünki onu mən də dəqiq bilmirəm, praktikada bəlkə görərik. Elə suallar verir ki, çox dərinə getməsin ki, bəlkə uşaq travma almış ola bilər deyə. O qədər də çox, yəni belə bir dəfəlik niyə bunu etmirsən, niyə belə eləyirsən, belə suallar verilmir. Təbii ki, sosial işçilər psixologiyanın əsas prinsiplərini bilməlidir ki, həmin şəxslə ümumiyyətlə fərqi yoxdur, hər kəslə necə söhbət eləmək lazımdır, söhbəti necə başlamaq lazımdır ki, insanda güvən yaratsın ki, məsələn, mən əgər qarşımdakına güvənmirəmsə, mən ona öz problemimi danışmaram. Sosial işçinin də əsas məqsədi o güvəni yaratmaqdır öz kliyenti arasında. Yəni belə nümunə kimi gətirdim, amma əgər siz daha da araşdırmaq istəyirsinizsə, məsələn, hərbi sosial işçilər kimlərdir, kliniki, xəstəxanada ya da
səhiyyə sosial işçiləri ya da ümumiyyətlə məktəb sosial işçiləri kimlərdir və nə kimi işlər görürlər. Siz bunu yəni yazın, araşdırın Google-dan ya da ChatGPT-dən araşdırsanız sizə məlumat verəcək. Yəni çünki mən sadəcə burada hər şey haqqında belə ətraflı məlumat verə bilmirəm deyə siz sadəcə bəzi növlər var ki, onları ayrı-ayrı araşdıra bilərsiniz ki, daha dəqiq məlumat alasınız. Və bəzi şayiələr var ki, sosial işi oxuyub mən magistrda məsələn hüquqa dəyişə bilərəmmi? Yəni perevod eləyə bilərəmmi hüquqa? Əslində belə bir şey yoxdur. Bu magistrda perevod məsələsi demək olar ki, 20 ildir yoxdur belə bir şey. Sadəcə bizim bəzi müəllimlər elə bilir ki, hələ də var. Məsələn, mənə müəllimim deyirdi ki, sən əgər tarixə qəbul olsun, sonra hüquqa perevod eləyə bilərsən. Amma əslində belə bir şey yoxdur. Yəni inanmayın belə şeylərə, çünki belə söhbət yoxdur. Əvvəl olurdu, bəli. Tarixdə oxuyub hüquqa perevod eləmək olurdu. Daha sonra dövlət və ictimai münasibətlərdə oxuyub hüquqa perevod eləmək olurdu və bu arada bu 5 ildir deyəsən yığışdırılıb, səhv eləmirəmsə. Nəysə belə, yəni dəyişilib, nə oxuyursunuz o sahəyə oxşar bir sahədə magistr ixtisası ala bilərsiniz. Çox təəssüf ki, Azərbaycanda, amma əgər siz xaricə gedəcəksinizsə, xaricdə magistri davam eləyəcəksinizsə, onda olar. Çünki yəni xaricdə məsələn burada fərqi yoxdur da, necə bir ixtisas oxuyursunuz. Xaricdə tamamilə fərqli bir peşə ixtisas üzrə magistr təhsili ala bilərsiniz. Yəni onda bir problem yoxdur. Yəni əgər xaricdə oxuyacaqsınızsa, yəni olar. Və indi isə çox qısa olaraq deyim ki, mən niyə axırda gəldim sosial işi seçdim. Birincisi 590 bal, çox bilirsiniz, nə də çox mənasız bir baldır. Ya 550 falan yığ, ya da 600 plus yığ da. Yəni 590 ballıq belə ixtisas qəşəng yoxdur da mənim fikrimcə. Çünki mən ancaq ödənişsiz istəyirdim ki, yəni bu balla mən niyə ödənişli qəbul olum deyə bir fikir var idi ağlımda. Həqiqətən də niyə? Və ancaq ingilis bölməsi yazmışdım hamısını. Yəni niyə eyni dildə oxuyum da universitetdə? Sosial işi yazmışdım, ingilis dilində tədris, daha sonra tarixi yazmışdım, ingilis dilində tədris. Əslində tarixin balı sosial işdən daha çox idi. Tarixi istəməməyimin səbəbi sadəcə, yəni mən fikirləşdim ki, mən 4 il boyunca hansısa tarix oxuyacam da, ancaq tarix oxuyacam, ancaq illər falan olacaq deyə mən maraqsız gəlməyə başladı ki, yəni mən necə oxuyaram da onu, yəni çox mənasız olardı. Bu mənim şəxsi fikrimdir, əgər siz istəyirsinizsə oxuya bilərsiniz. Amma yəni sosial iş daha maraqlı gəldi mənə. Mən də sosial iş seçdim. İndi isə 1 il sosial iş ixtisasında təhsil alan biri olaraq feedback bildirmək istəyirəm ki, ümumiyyətlə peşmanam ya yox. Qısacası onu deyim ki, peşman deyiləm. İstədiyim universitetdə oxuyuram, ingilis dilində oxuyuram, stipendiya alıram, təhsilim gözəldir, müəllimlər yaxşıdır və qrup yoldaşlarım, əsas olaraq qrup yoldaşlarım yaxşıdır. Yəni həqiqətən də hər kəsin qabağına yaxşı insanlar, yaxşı qrup yoldaşları çıxmır və təsəvvür edin, siz 4 il həmin insanlarla oxuyacaqsınız. 4 il onların üzünü görmə məcburiyyətindəsiniz və əgər onlar sizin ürəyinizə yatan insanlar deyilsə, onda sizin üçün biraz oxumaq mənasız və çətin olacaq. Amma şükür ki, mənim qabağıma çıxanlar hamısı yaxşıdır. Bu arada biz 24 nəfəri bir qrupda, bizə bir qrup ayrılıb, yəni bölünmürük. Və 24-ü də qızdır, çox qəşəng bir şeydir məncə. Amma əgər keçən bu vaxtı mən indiki ağlımda olsaydım, sosial işi seçməzdim. Niyə? Çünki sosial işi oxuyuram deyəndə qürur hissi yaşamıram. Çünki insanlar çox sual verir. Yəni deyirsən sosial iş, deyirlər niyə sosial işi seçmisən? Deyirəm yəni sosial iş budur. Deyirlər hə o balla sən çox yeri yaza bilərdin. Niyə sosial iş oxuyub nə olacaqsan deyə suallar verirlər və həqiqətən də insan hər dəfə eyni sualı alanda çox əsəbləşir və həqiqətən də heç nə demək istəmirəm, çox əsəbləşirəm də. Amma əgər mən desəydim tarix oxuyuram, beynəlxalq münasibətlər oxuyuram ya da nə bilim biznesin idarə edilməsi oxuyuram, halbuki hamısı mənim oxuduğum ixtisasın balından çox aşağıdır da, sadəcə adı var və cəmaət tanıyır. Yəni mən nə edeyim də? Yəni başa düşürsüz? Çox yəni mənasız bir şeydir də bizim insanların savadsız olmağı, onların savadsız danışmaqları. Yəni mən çox əsəbləşirəm buna görə. Sadəcə bunu demək istədim. Bu qədər. Amma sosial işdən belə ümumi olaraq çox razıyam. Və ümid edirəm qrup yoldaşlarım da aşağıda komment və öz fikirlərini də bildirər sosial iş haqqında. 24 nəfərdir, yəqin ki, 10'u falan yazsa, siz də biraz yəni hər kəsin gözündən sosial işin necə olduğunu və bu ixtisasda təhsil almağın necə olduğunu bilərsiniz. Bəzən düşünəndə ki, yəni birdən sosial iş olmayaydı, yəni başqa ixtisasa qəbul olaydım, hər şey daha fərqli,
daha pis də ola bilərdi deyə düşünürəm. Həqiqətən çox, yəni mən hər şeydə bir xeyir var, ona inanıram. Çünki əgər mən sosial işə qəbul olmasaydım, bəlkə də indi çox yaxın olduğum, güvəndiyim və həqiqətən də mənə dəstək olan qrup yoldaşlarımı tanımazdım. Çünki həqiqətən də mən sinifdə, məktəbdə belə hiss yaşamamışdım ki, yəni bir qrupda, bir ortamda necə hər kəs bir-birini dəstəkləyər, hər kəs bir-birinin yaxşılığını istəyər, heç kəs bir-birini qısqanmırdı. Yəni mən belə bir şey heç görməmişdim. Onu mən universitetdə gördüm. Belə bir şey bilmirəm, bəlkə hamısı qızdı deyə elədi, bəlkə də yox, amma həqiqətən də mən bu hissi heç yaşamamışdım və bu hissi yaşadığım üçün çox şanslıyam deyə düşünürəm. Çünki həqiqətən bayaq da dediyim kimi hər kəsin qabağına yaxşı qrup yoldaşı çıxmır. Yəni ümid edirəm sizin qabağınızda çox yaxşı və gələcəkdə çox vaxt keçirəcəyiniz qrup yoldaşları çıxar. Çünki həqiqətən də bu yaxşı bir şeydir, tələbə yoldaşı. Sonra da gələcəkdə onlarla görüşüb bu xoş xatirələri yada sala bilərsiniz. Və son olaraq demək istəyirəm ki, məncə ən vacib danışdıqlarımdan bu ola bilər. Bunu çoxu başa düşmür. Əgər həqiqətən də sizin xəyalınızda bir ixtisas varsa, gələcəyinizi həmən o ixtisasda işləyərək, peşədə işləyərək görürsünüzsə, həmən o ixtisasın arxasıca nə olur olsun gedin də. Yəni çox çalışın. Həqiqətən, əgər siz həqiqətən istəyirsinizsə, onsuz da çox çalışacaqsınız. Mənim deməyimə ehtiyac yoxdur. Amma əgər həqiqətən xəyalınızdırsa, başqalarının sizin üçün istədiyi yox, sizin öz istədiyiniz, öz xəyalınızdırsa həmən ixtisasda oxumaq, təhsil almaq, o ixtisas üçün hər şey eləyin. Yəni, əgər bir il alınmadı, ikinci il yoxlayın, ikinci il alınmadı, üçüncü il yoxlayın, üçüncü il alınmadı, dördüncü il yoxlayın. Yetər ki, istədiyiniz ixtisasda təhsil alasınız. Çünki həqiqətən də istəmədiyiniz ixtisasda təhsil almaq çox pis bir hissdir. Yəni, təsəvvür edin, istəmirsiniz burada oxumaq, amma məcbur balınız çatıb deyə düşmüsünüz və 4 il buna məcbur qalmalısınız da oxumaq üçün. Əgər ödəniş sizə düşə bilmirsinizsə, ödənişli yazın. Çünki oğlanların əsgəri problemi var deyə biraz həqiqətən də onlar üçün problemdir bu, biraz. Bu arada bir şey də demək istəyirəm. Bizim dövlət bizə sadəcə bir dəfə pulsuz, ödənişsiz olaraq dövlət sifarişli oxumaq şansı verir. Yəni, əgər siz istəmədiyiniz ixtisasda ödənişsiz olaraq indi oxuyursunuzsa, deyirsiniz ki, mən 4 il oxuyum, ikinci bakalavrda oxuyaram. Sizin ikinci dəfə ödənişsiz oxumaq şansınız olmayacaq. Bunu məsələn mən 11-ci sinifdə öyrənmişdim. Yəqin ki, siz də çoxunuz bilmirsiniz. Məsələn, siz ödənişsiz olaraq bir ixtisasa qəbul olmusunuz və deyirsiniz ki, mən 4 il bu ixtisasda oxuyum, ödənişsiz stipendiya da alım. Daha sonra 4 il bitsin, 4 ildən sonra ikinci bakalavr olaraq ikinci təhsilimi alaram. Və əgər fikirləşirsinizsə, ikinci təhsili də ödənişsiz ala bilərsiniz. Yəni, siz səhv fikirləşirsiniz. Çünki bizim Azərbaycanda təkcə bir dəfə dövlət sifarişli oxumaq şansımız var, təhsil almaq şansımız var. Əgər siz istəmədiyiniz ixtisasda ödənişsiz olaraq oxuyursunuzsa indi bu dəqiqə, siz ikinci dəfə təhsil alanda mütləq olaraq ödənişliyə qəbul olacaqsınız. Çünki bir dəfə ödənişsiz təhsil almısınız, şansınızı itirmisiniz də ikinci dəfə ödənişsiz təhsil almağa. Amma əgər siz birinci dəfədən ödənişli oxusanız, ikinci dəfə, yəni ikinci təhsil üçün müraciət etsəniz, ödənişsizə qəbul olmaq şansınız var. Yəni bu. Ümid edirəm, izah edə bildim. Yəni, əgər Azərbaycanda bir dəfə ödənişsiz olaraq təhsil almışsınızsa, bakalavr, ikinci dəfə bakalavr oxumaq istəsəniz, mütləq olaraq ödənişliyə qəbul olacaqsınız. Çünki bəziləri olur, qəbul alırlar, ixtisas seçimini hər şey edirlər, qəbul alırlar ödənişsizə. Daha sonra deyirlər ki, yox, istəmirəm mən bu ixtisasda oxumağı, gəlin təzədən hazırlaşırlar. Halbuki sizə şans verilmişdi və siz qəbul olmuşdunuz da, yəni sizin yeriniz üzrə ayrılıb dövlət sifarişli oxumaq üçün. Amma siz ikinci dəfə təzədən hazırlaşırsınız və sizin ödənişsiz oxuma şansınız əldən gedir. Yəni, bunu da nəzərə alın. Və əgər sizin də ixtisas seçimi haqqında çox ağlınızda suallar varsa və ümumiyyətlə kodlaşdırmanın necə aparıldığını bilmək istəyirsinizsə, köməklik almaq istəyirsinizsə, mənə Instagramdan yaza bilərsiniz. Çünki bir dəfə sual bölməsini açıram kanalda, 1000 nəfər yazır və hər kəsin də balları fərqli olur, hər kəsin qrupları fərqli olur deyə mən hamısına fərdi yanaşa bilmirəm. Ona görə də mənə Instagramdan yazın balınızı və qrupunuzu yazın. Mən sizə lazım olan ixtisasları falan da atım ya da özünüz nə
istəyirsiniz onu yazın. Hansı məlumat almaq istəyirsinizsə mənə yazın. Mən sizə çalışdığım qədər köməklik göstərəcəm. Kodlaşdırmada da köməklik edə bilərəm. Narahat olmayın. Və ümid eləyirəm hər kəs istədiyi ixtisasa qəbul ala bilər. Bu arada qeyd edeyim ki, belə videolar bundan sonra daha tez-tez gələcək və siz də izləmədə qalmaq istəyirsinizsə abunə olmağı unutmayın. Növbəti videolarda görüşərik.